Bir Arif var idi, dedilər arvadına, həyat yoldaşına, xanımına dedilər ki, sənin yoldaşın deyirsən çox səbirlidir, mənə çox dözür filan filan, amma ki ona sən mehribansan, ona görə bir dəfə sözündən çıx gör necə olur. Ona öyrətdilər, qonşu arvadlarda var axı qulağı doldurmaq ki, gör, sən çox da belə demə, baxarıq da bir dənə ürək istəmədiyi bir işi gör. Bunu öyrətdilər, bu hər gün həyat evində yaşırmışlar, qaba su doldurmuş, vedrə ilə suyu quyudan çəkirmiş qadın. Bunun dəstəmaz suyunu əvvəl qabdan alardılar dəstəmaz. Onu hazır qoyarmış, bu gəlib dəstəmazını alarmış. Bunu öyrətdilər, qadın götürdü, o vedrəni kəsdi, ipdən çıxartdı, qoydu bir qırağa. Suyu da doldurmadı. Kişi gəldi həmişə kimi dəstəmaz almağa, gördü su yoxdur. Baxdı, gördü vedrə də yoxdur. Getdi, axtardı, tapdı həyətin bir tərəfindən. Vedrəni saldı, suyu doldurdu vedrəyə. Sonra o qaba doldurdu. Dəstəmaz aldı, alıb qutaranda oturdu, ağlamağa başladı. Hanım gəldi ki, deyəsən ürəyinizə toxundum, üzr istəyirəm, incitdim sizi, şeytan vəsvəsə elədi, xətrinizə dəydim, deyir, yox, ona ağlamıram. Hər gün sən mənim üçün bu qədər əziyyət çəkirmişsən, mənim boynuma nə qədər haqq qoymusan ki, qiyamətdə Allaha nə cavab verəcəm. Axı, qadının şəri vəzifəsi deyil, əlinə xidmət eləsin, belə deyil. Hərdən uşağın gözünün qabağında ata-ananın qabar əlini göstərər uşağa, deyək ki, bax, bu bizim yolumuzda belə vəziyyətdədir.